Dünən Vietnamda yaşayan Azərbaycanlılar konkret olaraq şokdaydı. Azərbaycanın ən məşhur musiqili komediyalarından olan Arşın Malalanı Vietnam dilində səsləndirdilər və səhnələşdirdilər. Və səhnədə olan 4 nəfərdən sadəcə biri əsl Azərbaycanlı idi, o da Fidan xanım. Geriyə qalan 3 nəfərdən ikisi əsl Vietnamlı, biri yarı Vietnamlı, yarı Azərbaycanlı. Bundan sonra qayıdacağam, amma mən sizə səhnələri göstərmək istəyirəm. Yəni o qədər möhtəşəm oynayıblar səhnələri. Xüsusən Vietnamlılar dəhşətdir həqiqətən. Və desəm ki sizə o səhnələri hazırlamaq üçün sadəcə 3 gün məşq eləyiblər. Mükəmməldir.